Heç kəs cürət eləmir, soruşsun ki, ya Rasulallah, niyə belə ağlayırsınız? Çünki görürlər, çox qanı qaradır Peyğəmbər. Tarixdə yazırlar ki, nə zaman Peyğəmbər Fatiməyə baxırdısa üzü gülürdü. Nə zaman Hüseynə baxırdı, ağlayırdı. Həmişə. Deyir, gedir qapını döyür. Həzrət Zəhra soruşur ki, kimdir? Deyir ki, ey Peyğəmbərin qızı Salmandır gələn. Atovuz Peyğəmbər çox şiddətlə ağlayır məsciddə. Çadrasın giyinir, gedir. Salman deyir, gəlir dalıcan, baxır, görür ki, çadrası neçə yerdən yamayıb. Deyir, Salman ağlayır. Həzrət Zəhra soruşur ki, Salman niyə görə belə ağladın? Deyir, mən şahların qızlarını görmüşəm. Heç rəvadır Peyğəmbər qızı belə yaşasın. Deyir, Salman, biz onları sərmayə eləmişik axirətimiz üçün. Axirətimizdə də bizə veriləndən istifadə eləyib, biz istəyənlər üçün şəfaət eləyəcək.